Her vaxtınız xeyir, değerli izleyiciler. Allah'ın salamı olsun her birinizin üzerine. Bugün fındıqlarda olan çürükdür, güneş yanığıdır və yaxud da müxtəlif formada xəstəliklərin yəni olduğunu bilirik və onun barəsində bir çox qarışıq fikirlər var insanlarda və buna da daha da deyək ki, necə deyim, aydınlıq gəlməsini istəyən müəyyən şəxslər var. Yəni necə ki, burada ortada dərman məsələsi oynayır. Çünki bunu mən nəyə görə ən çox bugün gündəmə gətirdim? Baxıram ki, ümumiyyətcə insanlar arasında, hətta iki insan arasında mən ciddi mübahisənin olduğunu, hətta gəlib yəni necə deyim, əlbəyaxa olacaqları bir vəziyyəti müşahidə elədim. Ona görə mən bu açıqlamanı vermək istəyirəm. Dəyərli izləyicilər, çürük məsələsi bu ilki, yəni ümumiyyətcə bu ilki deməzdim. Artıq 3-4 ildir demək olar. Ona görə ki, birinci bizdə bu acılıq, fındıqda çürük olması müəyyən problemlər Balakən rayonundan başladı. Sonra Zaqatalaya keçdi. İndi Qaxda artıq görünür və Qəbələdə biz bunu müşahidə edirik. Oğuz Qəbələ rayonunda ki, artıq fındıqlarda da çürüklər var. Və bizə illər ərzində bildirdilər ki, bu böcəklə bağlıdır. Elə bir ki, bu böcəyin də bir balaca populyasiyasının artması, bu elə bir bunlara daha da meydan açdı ki, yox, bu böcəklə bağlıdır. Böcəyə qarşı gəlin biz mübarizə aparağın. Artıq bu il biz gördük ki, bu tamamilə yanlışdır. Yəni burada böcəyin heç bir rolu yoxdur. Mən indi onu sizə tam olaraq əyani şəkildə göstərəcəm ki, nə baş verir. Deməli, dəyərli izləyicilər, mən sizə bir maraba, bu yay fındığıdır. Artıq yavaş-yavaş yetişmək üzrədir. Gördüyünüz kimi qəşəng də qızarıbdır. O qədər də ciddi problemləri yoxdur. Çünki bu çox maraqlı bir sortdur. Bunu mən öz həyətimdə artıq artırmaq üzrəyəm ki, görürəm ki, bu xəstəliklərə nisbətən dözümlüdür. Çox qəşəng dadı var və yağlığı da öz qaydasındadır. Yəni nəyi deməsəm, əsas nəyə gələcəm. Amma bax görürsünüzmü? Cüzi də olsa bir balaca günəş yanığına məruz qalıbdır. Baxın bura. Görürsünüzmü? Yəni burada mən nəyi göstərəcəm sizə? Əgər müəyyən şəxsə nə bildirir? Yox, sənin göstərdiyin günəş yanığıdır. Sən bilmirsən nəyi, hansı ki böcək törətdiyi başqa cür olur. Yaxşı, bax indi mən sizə bir şey deyəcəm. Baxın, 2 dənə ağacdır. Görürsünüzmü? Bax burada bir ağacımız var. Bu yay fındığıdır gördüyünüz kimi. Bax keçirəm bu yana. Bu üzdə də tamamilə fərqli bir sort var. Aralarında görürsünüz, heç yarım metrdə yoxdur. Yanaşı əkilibdir. Ancaq baxın bundakı fəsadlara. Görürsünüzmü? Bax bu fəsadları görən hər kəs deyəcəkdir. Hə, bu artıq böcək eləyəndir. Tamamilə yanlışdır dəyərli izləyicilər. Böcəyin bizə, fındığımıza heç bir zərəri yoxdur. Kimsə zorla özünü inandırmaq istəyirsə, öz işidir, özü bilər. Yəni inandırsın. Baxın dəyərli izləyicilər, baxın. Baxın, əvvəllər bizə bildirdilər ki, bunu böcək eləyir, nə bilim, deşir, ora zəhərini buraxır. Nəysə də, baxın, nə böcək var, nə bir şey. 2 fındıqdır yanaşı. Baxın dəyərli izləyicilər, baxın. Görürsünüzmü? Baxın. Yəni növü nədir? Tamamilə fərqlidir. İndi mən sizə ata-babanı göstərəcəm. Bax, onda tamam başqa bir vəziyyətdir. Bax, eyni həyətdir, aralarında, bax görürsünüz, bax 2 dənə fındıqdır yanaşıdır. Baxın, yay fındığında vəziyyət normaldır, cüzi bir, deyəlim ki, günəş yanığı var. Amma ümumiyyətcə məhsulunu, baxın dəyərli izləyicilər, çox gözəl, artıq məhsul da yetişmək üzrədir. Qəşəng də qızarır fındıqlarımız problemsiz şəkildə. Amma arasında heç bax yarım metr məsafə yoxdur. Nə deyib? Tamamilə fərqli bir. Yox, sən göstərən günəş yanığı idi. Mən sənə birisi yazıb da, mən sənə belə göstərərəm nəyin. Baxın. Ha bunu deyəcəksiniz böcək. Heç bir böcək də yoxdur mənim həyətimdə. Baxın, amma nə deyir? Hər bir növə tamamilə fərqli təsir göstərir. Tamamilə fərqli dərəcədə. İndi baxın, mən sizə baxın yay fındıqlarına, hər şey normal. Demək olar ki, ancaq indi mən sizə baxın maraqlı bir şey göstərəcəm. Baxın, heç kameranı da söndürmürəm. Baxın dəyərli izləyicilər, bax gəldik bura. Baxın burada ata-babadır. Bax artıq ata-babada tamamilə fərqli şeylə qarşılaşırıq. Bir balaca unlu şey və pas. Mən elmi dildə danışmayacağım. Mən ən sadə dildə danışacağım. Birisi mənə yazıb ki, sən bilirsən o pasın adı elmi dildə nə bilim nə bir ambar şey danışır. Ay mən deyərdim sana yazıq varlıq. Ay zavallı varlıq. İndi mən sənə bir söz deyim. Bu bizim fındıqla məşğul olan kəndçilərin 99%-i orta məktəbi qurtaran, bəzisi də ki heç orta məktəbi tam qurtarmayıb, deyək ki 8-ə 9-a kimi oxuyan sadə insanlardır. Burada söhbət nədən gedir? Heç kəsin şəxsiyyəti məsələsi deyil. Nə deməsən? Sən durub elmi dildə bunu Mendeleyevin hansısa bir cədvəlinə uyğun şəkildə izah edeyim. Nə deməsən? Güya sən dəhşət nəsə bilənsən. O sənin bildiyin, əgər sən onu insanlara ötürə bilmirsənsə, sənin bildiyin hamısı
Boş nağıllardır. Baxın dəyərli izləyicilər. Baxın bura. Baxın görürsünüzmü? Bax. Nədir? Yanıqdır. Bax görürsünüz, baxın. Tamamilə yanıqdır fındığımız. Yəni hər bir sortda tamamilə fərqli şəkildə özünü bildirir. Baxın dəyərli izləyicilər, baxın. Bu bir balaca unlu şey. Aralarında bu fındıqların heç inanırsın 5-10 metrə məsafə yoxdur. Hərəsində bir cürdür. Baxın. Ha. Ona görə də bəzi insanlara aldatırlar. Yox, sənin bağında fərqli idi, mən bax. Bəli, tamamilə fərqlidir. Burada böcəkdən qətiyyən söhbət gedə bilməz. Görürsünüz, bax heç bir böcək görünmür ortalıqda, ancaq nə görürük? Pas ləkələri, tamamilə fərqli xəstəlik. Bu da tamamilə iqlimlə bağlı bir məsələdir, dəyərli izləyicilər. Yəni özü də ki, belə məsafə ilə məsafədə çox fərq var. Hər bir məsafədə tamamilə fərqli formada özünü göstərir. Bəzilərində də bəhanə olubdur. Yox, bu sırf böcək törətəndir bu. Dəlizə, məsələn, yüzlərlə belə əyanı sübut göstərərəm ki, hər bir növdə fərqlidir. Hər bir ərazidə də tamam fərqli bir, baxın, onlu şeydir. Amma, baxın dəlizə, yarpaqlarımız normaldır. Yarpaqlarımızda o qədər yoxdur. Bəzi insanlar deyir, mən dərman vurdum, ağacım gömgöydür. Amma dərman vuran 99% bağda dəlizə, biz gezib baxmışıq ki, inanırsınızmı, ağaclar yamyaşıl, məhsul elə eynən belə. Belə dəyərli izləyicilər, məndən bu qədər. Yəni mən bunu ona görə bugün dilə gətirdim. Görürəm ki, insanlar artıq az qalır ki, bunun üzərində bir-birinə dalaşsınlar ki, yox, bu belə yox dəyərli izləyicilər. Tamamilə fərqlidir. Hər bir növdə fərqli, hər bir ərazidə, kənddə tamamilə fərqlidir. Bunun %100 məsələ nədir? Təbiətdə, yəni deyək ki, ümumiyyətlə havanın bitki üçün qeyri-əlverişsiz hava şəraitindən irəli gələn xəstəliklərdir. Yəni bunun böcəklə heç bir əlaqəsi yoxdur. Bütün, yəni əgər hər hansı bir kimsə sizə təklif eləyirsə də dərman vasitəsi bu il deyək ki, rayonumuzda yüzlərlə insan olar ki, 4-5 sort dərman vurublar, amma biz onların bağlarını gəzmişik. Heç bir fayda yoxdur. Nəyə görə? O insan bugün nə etməlidir? Fındığını satmalıdır. Nə fındığının düzəməli qiyməti yoxdur. Bazarla ayaqlaşması qeyri-mümkündür. Çünki küllü müddətən vəsait xərclikdir. Artıq məhsul da istənilən qiymətə deyil. Ancaq biz tam təbii şəkildə davransaq, itirdiyimiz bir şey olmur. Qazandığımız da olmasa belə, itirdiyimiz də bir şey olmur. Çünki nəyə görə? Düzgün işimizi qurmuşuq ki, heç olmasa bazarına ayaqlaşa bilək. Belə dəyərli izləyicilər, məndən bu qədər. Çox sağ olun.